Aleykümselam və rəhmətullah. Hər ikisi caizdir. Yəni, istər əvvəl əlləri qoy, sonra dizləri qoy, yəni səcdəyə gedəndə və ya əvvəl dizləri qoy, sonra əlləri qoy. Yəni, bunun hər ikisi caizdir. Necə Şeyxülislam ibn Teymiyyə rahiməhullah buyurur ki, fəcəizətun bittifaqil uləmə. Yəni, alimlərin ittifaqına görə hər iki hal caizdir. Yəni, namaz səhihdir hər iki halda. Necə Şeyxülislam ibn Teymiyyə deyir. Yəni, belə ixtilaf yoxdur. Birində qoysan namaz batildir, birində qoysan namaz səhihdir. Yəni, burada heç kim ittifaq eləməyib. Lakin alimlər nəyə görə ixtilaf ediblər? İbn Teymiyyə deyir rahimullah. Şeyxülislam buyurur ki, وَلَكِنْ تَنَازَعُوا فِي الْأَفْضَلِ. Yəni, əfzəliyyət baxımından ixtilaf ediblər. Yəni, hansı daha əfzəldir? Hər ikisi olar, caizdir, bu ittifaqdır. Lakin hansı daha əfzəldir? Əvvəl əlləri qoyub, sonra dizi qoymaq əfzəldir, yoxsa əvvəl dizləri qoyub, sonra əlləri qoymaq, yəni səcdəyə gedərkən. Hansı daha əfzəldir? Və Allahu ələm, yəni, düzdür, yəni məzhəblər arasında ixtilafdır. İmam Əbu Hənifə və həmçinin İmam Şafi və həmçinin İmam Əhməddən bir rəvayətdə gəlib ki, birinci daha əfsəldir. Yəni, əvvəlcə dizləri qoymaq daha əfsəldir. Və həmçinin digər məzhəblərdə, misal üçün Maliki məzhəbində və həmçinin bu da İmam Əhməddən bir rəvayətdir. Yəni, İmam Əhməddən iki rəvayət, ikisi də var. İmam Malikin məzhəbində və həmçinin İmam Əhmədin bir rəvayətdə məzhəbində əvvəl əlləri qoymaq daha əfsəldir. Allahu ələm, yəni hansı daha əfsəldir, lakin daha yaxın olan, yəni mən bildiyim qədər, düzdür, yəni çətindir demək hansı daha əfsəldir, lakin insan yəni meyl edir ki, İmam Məlik rahiməhullahın məzhəbi bu barədə daha əfsəldir. Yəni, İmam Malikin məzhəbi haqqa daha yaxındır. Yəni, əfsəl olması baxımından. Allahu ələm. İxlasla.com saytı tərəfindən təqdim olundu.